Salam hörmətli izləyicilərim. Bugün də belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunun da toxunması çox asan bir naxışdır. Nə istəsəz toxuya bilərsiniz. İlməkləri də 2-2 yığırıq milin üstünə. 2 ilməkdən toxunduğuna görə bura rezin kəstəsində 2 tərs 2 düz toxumuşam. Naxışda 2 tərs 2 düz üzərində toxuyuruq. Bundan da nə istəsəz toxuya bilərsiniz. Jilet, jaket, sviter, papaq, uşaq adyalı, nə istəsəz toxuya bilərsiniz. Bunun üçün indi mən milimin üstünə qısa formada yığacağım. Belə bir sapını götürürəm. İlməkləri 2-2 yığıram milin üstünə. Üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmek yığdım milimin üstüne. Şimdi buradan bir düğün atıram. Artık sapı da kəsirəm. Kənar ilmeği toxuyuram, tərs toxuyuram. Sonra 2 tərs götürürəm. 1, 2 tərs, 2 düz. 2 düz. Yenə 2 tərs, 2 düz. Bu sıranı axıra qədər formada toxuyuram. Kənarı da tərs toxudum. İndi tərs üzdən də yenə tərsi tərs, düzü də düz. Birinci kənarı götürürəm, sonra 2 düz, 2 tərs. Kənarı da yenə tərs toxudum. İndi buradan yenə bir sıra toxuyuruq, 2 sıra toxuyuram. 2 sıra düz üzdən, 2 sıra da tərs üzdən. Kənarı yenə tərs toxuyuram. Mən kənarları tərs toxuyuram. Kim düz toxuyur, kimi də tərs toxuyur. Siz də necə istəyirsiniz, elə də toxuyun. Bir sırada indi tərs üzdən toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi düz üzdən kənar ilməyi götürürəm, 2 tərsi toxuyuram. Bu 2 düz ilmənin buradan arxa boşluğundan bir ilmək çıxardıram. Birini artırıram, yenə birini çıxardım. Yenə birini artırdım, birini çıxardım. 5 ilmək.
Sonra bu 2 ilmeği, yanındaki 2 ilmeği ikisinden bir ilmek çıxardıram. Sonra yenə tərsləri toxuyuram. Bu 2 ilməkdən sonra buradan ilmək götürürəm. 1, 2, 3, 4, 5 ilmek. Yine bu 2 ilmeği buradan çıxardıram. İkisindən bir ilmek. Yine 5 ilmek çıxardım. Bu 2 ilmeği ikisindən bir ilmek çıxardıram. 2 ilmek ters, kənarda ters toxudum. Belə. İndi ters yüzdən kənarı götürdüm. Bu 2 düzü toxuyuram. Sonra bunun yanında toxunmuşduq bir ilməni. Həmin ilməni buradan yenə düz toxuyuram. Bu 5 ilmeği düzə yığmışdıq. 5 ilmənin 5-indən bir ilmek çıxardıram. Yenə 1, 2 düzü toxudum. Bu yanındakı bu bir ilmeği yenə düz toxuyuram. Bu 5 ilmeğin 5-indən bir ilmek çıxardıram. 2 düz. Bu ilmeğin yanındaki ilmeği düz toxuyuram. Bu 5 ilmeği də 5'ini də bir yerdə bir ilmek çıxardıram. Kənarı da tərs toxudum. İndi burada bunların yerini dəyişirəm. Kənarı götürürəm. Bu tərsləri düz toxuyuram. Bu hansı ki bu ilmek vardı. 5'in götürmüşdü bunları. İkisini də tərs toxuyuram. Yenə 2 tərs 2 düz olur. Ancaq naxşı yerlərini dəyişirik, araya salırıq. Kənarı da tərs toxudum. İndi arxa üzdən yenə tərsləri tərs, düzləri də düz. Kənarı da tərs toxudum. İndi buradan bir sıra da toxuyuruq. 2 sıra düz üzdən toxuyuruq, 2 sıra da tərs üzdən. Tərsləri tərs, düzləri də düz. Kənarı da tərs toxuduq. İndi düz üzdən həmin naxşı bu düz ilmələrə salırıq. Kənarı götürdüm. Bu
düz ilmələrin arxasından yenə 5 ilmək çıxardırıq. 2, 3, 4, 5. Bu 2 ilməni ikisindən 1 ilmək çıxardıram. Yenə 2 tərsi toxudum. Düz ilməklərin arxa tərəfindən 1, 2, 3, 4, 5 ilmək çıxardım. Bir dənə bu ikisindən də 1 ilmək çıxardıram. Yəni 2 tərs. Bu da 2 düzümüz qaldı. Bu 2 düzü də yenə 1, 2, 3, 4, 5 ilmək çıxardım. Bu 2 ilməyin də ikisindən 1 ilmək. Kənarı da tərs toxudum. İndi tərs üzdən yenə kənarı götürürəm. Burada bir ilmək var idi, toxumuşduq. Bunu toxuyuruq düz. Bu 5 ilməyi çıxarmışdıq. Bu 5 ilməyin 5-indən 1 ilmək çıxardıram. Yenə 2 düz. Bu 5 düzün ilmənin yanında bir dənə düz. Qalan bu 5 ilməyi 5-indən 1 ilmək çıxardım. Yenə 2 düzü toxudum. Bunun yanında buradakı ilməni bir düz. Yenə bu 5 ilmənin 5-indən 1 ilmək çıxardırıq. 2 düz. Bu 1 ilməni yenə toxudum. 5 ilmənin 5-indən 1 ilmək çıxardım. Kənarı da düz toxudum. Və bu formada belə bir naxışa alınır. İndi bu dəfə yenə burada yerlərini dəyişirik. Tərsləri düz, düzləri də tərs toxuyuruq. Belə bu formada bir naxışa alınır. Belə. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.